Qonağa half day vurulmasını göstərirəm indi. Keçirəm əvvəlcə in-house-a. Qonağın giriş tarixi, otaq nömrəsindən tapa bilərəm. Lap yazım belə. 205-ci otağa vermişdik qonağa. Bu qonağa half day vurulacaq. Yəni yarım gün artırıb saat 6-da çıxacaq. 100 manatını ödəyib. Nə edirəm? Mən bu buradan əlavə məsələdir. Prosta yenə də burada qeyd edeyim. Ödəniş görürüksə burada heç vaxt şey eləmirik. Keçirik məsələn keçdim 4-ə, 3-ə, 2-yə, 5-ə, boş olan hansınasa fərqi yoxdur. Burada eləyirəm işimi, sonra transfer eləyəcəm. Kişi transferinə ora atacağam. Deməli, əvvəlcə eklə vururam. Accommodation 50 manat aldıqda yarım gün üçün. Çünki 100 manat otağın ödənişidir. 100 manat. Half day də onun yarısı olmalıdır. 50 manat. Burada yazıram nəyə görə olduğunu. Half day. Accommodation room half day. Accommodation ödənişi sıfırlamaq üçün istifadə olunur hər yerdə. Öz avtomatik düşür normalda. Sonra accommodation 50 manat. Vurdum bura. Buradan tahsilat eləyirəm. Kəş ödəmişdə mənə. Kəş 50 manat. Bunu nə edirəm? Bunu işini götürürəm. F2. Atıram bura. Konaklama. Konaklamanın kodu A-dır. A-ya atıram. Gəldi düşdü bura. Məsələn, elə bu 50 manatın accommodationa düşüb. Bir də avtomatik özü 100 manat. 100 manata görə accommodation düşəcək. Onun dəxli yoxdur. Prosta mən onu ayrı yerdə eləməliyəm ki, qarşılıq olmasın. Yoxsa iade kimi düşür. Yəni kassada qarşılıq olur, mənfi göstərir. Bu da oldu half day-in işlənməsi.